5-ci addımda isə daxili tənqidi səs əslində kimin səsidir sualını vermişəm. İçsəlləşdirdiyimiz səslər olur. Hansı ki, bizə uşaq vaxtı kim bizimlə sərt davranırsa, bizə anlayış göstərmirsə, biz o səsləri daxili iç səsimiz olaraq qəbul edirik. Və siz bu suala cavab verdikdə artıq sizinlə uşaq vaxtı necə davranıblarsa, bu problemi üzə çıxara biləcəksiniz və daxili iç səsinizlə və içsəlləşdirdiyiniz bu səs arasında fərqləri görə biləcəksiniz. Başqa biri etsəydi necə davranardım? Kimi anlayışla qarşılayıb bağışlamışam? Bu suala cavab verdikdə isə başqalarına necə anlayış göstərdiyinizi görəcəksiniz və sevdiyiniz insanlara olan münasibəti də ortaya çıxarmış olacaqsınız. Görəcəksiniz ki, özünüzə hansı mövzularda sərt davranırsınız. 7-ci addımda özümü cəzalandırdığım zaman hansı müsbət keyfiyyətlərimi görməzdən gəlirəm. Çünki siz özünüzə daxili tənqid edən tərəfdən baxdığınız üçün sadəcə özünüzdə mənfi keyfiyyətlərinizi görmüş olursunuz. Özünüzün müsbət keyfiyyətlərinizə göz atdıqda isə digər bir tərəfdən müsbət keyfiyyətlərinizin olduğunu da görəcəksiniz. 8-ci addımda özümü bağışlaya bilsəm, həyatım necə daha gözəl olardı? Yəni siz həyatınızı necə davam etdirməyi öyrənmiş olacaqsınız.